Zəhmət olmasa özünüzü təqdim eləyin. Həkim, mən Hövsan qəsəbəsindən gəlmişəm. Adım Saradır. Mən uzun müddətdir, bir 15 ilə yaxın ki, baş ağrısından əziyyət çəkirdim. Sizi həmişə televiziyada izləyirdim, həmişə verişlərinizə baxırdım. Bəli. Ona görə sizin klinikaya mən yolunu çevirdim, gəldim. Nə şikayətləriniz vardı Sarı xanım? Məndə güclü baş ağrıları olurdu həkim. Yoxsuzluq, boyun ağrıları, baş ağrıları. Hara gedirdim, kimisi migren, kimisi nevroz derdi, kimisi panikapat derdi. Bana heç kim migren deməmişdi. Mən bura gələndən sonra siz dediniz ki, migrensən. İndi 2 aydır mən burada müalicə götürürəm. Şükür Allah'a həkim. Mən şirin yuxu nə olduğunu onu bilirəm ki, mən şirin yuxu yatmaq nə deməkdir. Allah canınıza can sağlığı versin. Sağ olun, nə müalicəsi? Migren. Nə ilə müalicə alın? Mən ağrı, zərli, ağrı məhsullarından burada müalicə götürdüm. Təbii yollarla. Təbii yollarla, təbii məhsullarla. Mən bunların çox xeyrini görmüşəm. 100% demək olar ki, məndə baş ağrıları azalıb. Özümü gümrah yaxşı hiss edirəm. Sizin klinikada işləyən bütün həkim kollektivinə təşəkkür edirəm həkim. Çox sağ olun, Allah canınıza dəyməsin. Təkisi kimi həkimlərimiz çox olar. Sağ olun. Tibbiçilərimizlə necə? Hamısına təşəkkür edirəm. Hamısından çox razıyam həkim. Həqiqətən də bu qədər klinikaya getmişəm, panikalara getmişəm. Mən hələ belə gözəl, belə mehriban, kollektivinə rastlaşmamışdım. Həqiqətən də belə. Sarı xanım çox sağ olun. İndi ağrılar nə yerdə? Həkim, çox yaxşıyam həkim. Çox yaxşıyam. Azalıb, yəni Özümü yaxşı hiss edirəm. bir neçə gündür mən soruşdum, deyirsən ağrım yoxdur. Baş ağrım. Həmişə sizin şəxsinizdə bütün xəstələrimizə şəfa dilirəm. Amin. Çox sağ olun, var olun, hər zaman qulumuzdayıq. Allah razı olsun sizdən. Sağ olun.